Salam, hər vaxtınız xeyir olsun. Növbəti sual izahı ilə qarşınızdayım. Bu dəfəki sual izahında Excel-ə aiddir. Coder yeni nəşrdən 8.1-ci bölmədə 88-ci sualın izahına baxırıq. Deməli, sualda bizə deyilir ki, verilmiş cədvəl fraqmentində B5 xanasına hansı yazılmış düstur daha doğrusu B6, B9 diapazonunda bütün xanalara köçürülmüş və B9 xanasının qiyməti 80 olmuşdur. Yəni burada bu düsturumuzu biz gətirib bura köçürdükdə B9 xanasının qiyməti bərabər olmuşdur 80-ə. Yəni B9 xanasındakı qiymət sonda 80 alınır. Gəlin görək burada hansı proseslər baş verib ki, yəni sonda nəticəmiz 80-ə bərabər oldu. Baxın, B5 xanasında bizə düstur verilir. B5 bərabərdir. Deməli, bizə düstur verilib ki, B5 bərabərdir. Sam. Deməli, B3, B4. B3, B4 nə demək? Yəni, sam cəmləmə funksiyasını yerinə yetirdiyinə görə bu nə deməkdir? B3 üstəgələk B4 deməkdir. İndi mən bu düsturu B6 xanasına köçürsəm, B9-a qədər köçürdəcəm ki, rahat formada görəsiniz. Sam. Mən köçürdəndə nə olacaq? B3, B5-dən B6-ya sadəcə bizim bir dənə sətrimiz dəyişib, bir vahid. Yəni, olacaq burada nə? B5. Deməli, B6-nın xanasında nəyin cəmi olacaq? B3, üstəgələk B4, üstəgələk B5-in cəmidir. Sonra B7 xanasına keçirdəndə nə olacaq? Sam, B3, B6. B3, B6. Bu nəyin cəmidir? B3, üstəgələk B4, üstəgələk B5, üstəgələk B6-nın cəmidir. B8-ə köçürdükdə isə nə olacaq? Sam, B3, B7. B7. Deməli, nə olacaq burada? B3, üstəgələk B4, üstəgələk B5, üstəgələk B6, üstəgələk B7. Və nəhayət B9 xanasına köçürülmə baş versə, onda sam nə olacaq? Sam, B3, B8 olacaq. Və cəmi də nəyə bərabər olub? 80-ə. Bu nəyin cəmidir? B3, üstəgələk B4, üstəgələk B5, üstəgələk B6, üstəgələk B7, üstəgələk B8. Bunların cəmi 80-ə bərabər olub. Aha, tamam. Görək buradan necə bir çıxış eləyə bilərik. Deməli, bizdən nə istəyir? Bizdən soruşur ki, B5 xanasının qiymətini müəyyən edin. B5 xanasının qiymətini istəyir bizdən. Deməli, biz B5-in B5 xanasındakı qiyməti istəyir. Aha, tamam. Baxın, burada nə var? B5 xanası nəyə bərabərdir? Özü. B5 xanası B3 ilə B4-ün cəmidir. B3 ilə B4-ün cəmidir. Deməli, bu düsturlarda harda B3, B4 varsa mən onun yerinə B5 qoya bilərəm. Baxın, B6 xanası nəyə cəmdir? B3, B4, B5-i. Bax, burada B3 ilə B4-ün yerinə mən B5 qoya bilərəmmi? Onda nə olacaq? B5, B3 ilə B4-ün yerinə qoydum. Üstəgəl bu B5-in özü. Deməli, B6-mız bərabərdir 2B5-ə. Daha sonra keçirəm B7. B7-də yenə də B3 ilə B4-ün yerinə qoyaram B5. Üstəgəl bu B5-in özü və B6-nı da yerinə qoyacağam 2B5. Bu da eləyəcək 4B5. Sonra B8 yenə B3 ilə B4-ün yerinə B5 qoyaram. Bu B5-in özü olduğu kimi qalacaq yerində. B6-nın yerinə 2B5 qoyaram. B7-nin də yerinə 4B5. 4B5, B8-də. Deməli, cavab nə olacaq? B5, 2B5, 4B5, bu da 8B5. Aha, tamam. İndi B9-da. B9-da dedik ki, B3 ilə B4-ün yerinə qoyacağıq B5. Üstəgələ bu B5-in özü olduğu kimi qalacaq. Üstəgələ B6 nəyə bərabərdir? Baxın, burada yazmışam. B6 2B5-ə bərabərdir. 2B5. Üstəgələ B7-miz nəyə bərabərdir? 4B5. Və B8-in özü bərabərdir 8B5-ə. Bunların cəmi etdi 80. B5, B5, 2B5, bu da 2B5, etdi 4B5. Üstünə də 4B5 gələndə 8B5 və bu da 8B5-in özü. Bərabərdir. Bunların cəmi bura qədər etdi 8B5 və üstəgəl bir də bu. Bərabərdir 80-ə. Deməli, bu edəcək 16B5 bərabərdir 80-ə. B5 də bərabərdir 5-ə. Deməli, bizdən nə istəyirdi? B5 xanasının qiymətini. B5 xanasının qiymətini tapdıq ki, 5-ə bərabər imiş. İzlədiyiniz üçün təşəkkür edirəm.